Uruguayın Xaricilər Naziri Almagro birdən belə bir bəyanatla çıxış elədi ki, biz Qarabağı gərək tanıyaq. Çünki Uruguay ilk növbədə birinci ölkə idi soyqırımı tanıyan. Mən onda prezident tapşırığı ilə uçdum Montevideo'ya. Düzgün adam idi, necə deyərlər də. Biz 4 saatdan artıq prezidentlə demək olar ki, mən bir səfirimiz, bir mən, bir də onlar tərcüməçini verirdilər. Çünki mən ingiliscə danışırdım, o da İspanca, inglisi bilmirdi. Bir də onun katibi, xarici işlərə baxan, heç naziri də çağırmayıb görüşə. Və biz çoxlu sübut eləyə bildim ki, cənab prezident, bu düzgün hərəkət ola bilməz. Əlbəttə ki, həmsədrlərə o saat dedim ki, bu qəbul edilməzdir. Həmsədrlər mənə əmin edildilər ki, biz səfirlərimizi göndərəcəyik Xaricilər Nazirliyə, Uruguayda, Montevideo ki, belə bir hərəkət eləmək olmaz. Bir də Ermənistan Xaricilər Nazirliyə dedim ki, sən onu necə qəbul edəcəksən? Yəni ki, Uruguay Qarabağı müstəqilliyini qəbul edəcək, Ermənistan tək qalacaq, birinci olmayacaq. Yəni ki, birinci, əgər siz qəbul eləmək istəyirsiniz, onda bilirdim ki, qəbul eləməyəcəklər, çünki həmsədrlər də qoymayacaq. Çünki məntiq yoxdur. Onda həmsədrlər hansı bunu şeylə başqa olacaqlar? Yəni, Ermənistan onu tanıyan kimi təmaslar bitəcək. Bitdi. Çünki mənası itir. Həmsədrlər onu ömründə qoya bilməzlər.